Salam dəyərli izləyicilər. Bugün biz qadın və uşaq sığınacağında icazə alaraq dünən keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin Qarabağ və Ajax görüşünü izləyən azyaşlı Qarabağ azarkeşlə birlikdəyik. Əkbər, neçə yaşın var? 11. 11 yaşın var. Ümumiyyətlə səndə futbol sevgisi nə vaxtdan yaranır? Mən uşaq vaxtı televizora baxırdım. Aha, televizora bax. Televizorda baxıb ilk dəfə futbol sevmisən, Bəli. izləmisən. Əla. Bəs Qarabağ komandasının oyunlarını nə vaxtdan izləyirsən? Qarabağ komandasını 7 yaşımda. 7 yaşından izləyirsən. Qarabağ komandası sənin üçün nə ifadə edir? Yəni Qarabağ komandası deyəndə nə hisslər keçirirsən? Nəyə görə sevirsən o klubu? Xoş hisslər keçirirsən. Bəs nəyə görə sevirsən o klubu? Nəyə görə bəyənirsən? Ən çox hansı tərəflərini bəyənirsən Qarabağ klubunun? Çünki bizim ölkənin komandası. Bizim ölkənin komandasıdır. Ən sevdiyin Qarabağ futbolçusu kimdir? Nəriman Axundzadə, Abdullah Zubir. Abdullah Zubir. Nəyə görə sevirsən onları? Ən çox nələri bəyənirsən? Bir də Kevin Medina. Kevin Medina. Kevin Medina hücumda müdafiənin qarşısını alır. Nəriman Axundzadə yaxşı oynayır. Leo Andrade, bir də Zubir dedi. Zubir də çox atağa yaxşı çıxır. Hücuma yaxşı çıxır. Bəli. Bu cəhətlərə görə sevirsən bu oyunu. Bəli. Oyunda dünən izlədiyin oyunda qol zamanı necə qarşıladın qolu? Necə sevindin? Xoş. Xoş qarşıladın. Çox sevindin. Bəli. İndi izlədiyi oyunu təəssüflər olsun ki, Qarabağ komandası uzun döyüş hesab edə bilirsən. Bəli. Bəs bu məğlubiyyətdən sonra nə hisslər keçirdin? Çox pis oldu. Çox pis oldu. Bəs yaxşı, sən Qarabağın baş məşqçisi olsaydın, qalib gəlmək üçün oyunda nə edərdin? Hansı dəyişikliklər edərdin? Oyunda orada Alexi Kaşoku hücuma salardım. Orada Kevin Medina onsuz da müdafiədə qoyardım. Leodonu hücuma, Nəriman Axundzadə orta saha, belə. Hə. Bu dəyişikliklər eləməklə qalib gəlməyə çalışardın. Heç stadiondan izləmirsən Qarabağını? Xeyr. İstəyərdin canlı izləmək. Canlı izləsən, orada azarkeşlərlə bir yerdə izləyib sevilmək istəyirsən Qarabağın qollarını. Özün futbol oynayırsan ümumiyyətlə? Bəli. Futbol oynayanda özünü necə hiss edirsən? Yaxşı. Yaxşı hiss edirsən. Hansı mövqedə oynamaq xoşlayırsan? Orta saha. Qol vurmağı xoşlayırsan, yoxsa rəqibin hücumun qabağını almağı xoşlayırsan? Rəqibin qabağını almaq. Rəqibin qabağını almağı. Qolları vurursan? Bəli. Gələcəkdə futbolçu olmaq istəyirsən? Bəli. Hansı futbolçu kimi olmaq istəyirsən gələcəkdə? Neymar. Neymar kimi. Neymarın hansı xüsusiyyətini bəyənirsən? Çalım atmağı, çox yaxşı vurmağı. Zərbə vurmağı, yaxşı zərbə vurmağı. Ən çox hansı oyun yadında qalıb? Ən çox oyun Qarabağ, Bayer Leverkusen. Niyə o oyun xüsusi olaraq sənin yadında belə yapışır? Çünki oyunda Nəriman o qədər əziyyət vermişdi. Ona görə də oyun daha çox yadında qalıb. Bəs Qarabağdan başqa fanatlıq elədiyin komanda var dünyada? Real Madrid. Real Madrid. O komandanın ən çox nəyini sevirsən? Carlo Ancelotti. Keçmiş baş məşqçisini. Bəli. Xoşuna gəlir onu oynatdığı oyun? Bəli. Çox yaxşı baş məşqçisidir. Hə. İstəyərdin öz komandan olsun? Real Madrid, bəli. Real Madrid sənin komandan olsun? Bəli. Yox, bəs başqa bir komandan olsun istəyərdin? Özün bir komanda yaratmaq istəyərdin? Adın nə qoyardın? Canavar. Canavar klubu. Canavar klubu. Bəs sənin ən böyük arzun nədir? Ən böyük arzum bütün Qarabağın oyunlarına baxmaq. Davamlı izləmək istəyirsən Qarabağı? Bəli. Yaxşı, buradan bəs Qarabağa hansı arzuların, hansı dirəklərin var? Onu da Qarabağa deyə bilərəm ki, gələcək Çempionlar Liqasında sizə uğurlar diləyirəm. Sağ ol, çox sağ ol. Buradan da Nərimana sağ ol deyirəm. Yaxşı edirsən. Azərbaycanda başqa hansı klublar izləyirsən? Sabah. Sabah izləyirsən. Onların da oyunu xoşuna gəlir. Çox üzr istəyirəm. Şərkə makinanın səsini eşidirsiniz. Qarabağ Futbol Klubunun zəngərdəki uşaqla görüşəcəklər. İstəsəz onu da materiala əlavə edə bilərsiniz. Səni təbrik edirəm. Sən Qarabağ komandası ilə görüşəcəksən inşallah. Bəli. Nə demək istəyirsən komandaya burada? Səni dəvət elədikləri üçün. Komandaya deyə bilərəm ki, çox sağ olun. Bəs Qurban müəllimə nə deyəcəksən inşallah görüşəcək? Qurban müəllimə deyir. Qurban deyəcəm ki, sizlə oynamaq istəyirəm. Onlarla oynamaq istəyirsən. Bəli. Onda Qurban müəllimə deyərsən ki, mən də Qarabağda oynamaq istəyirəm. Yaxşı. Təşəkkür edirəm sənə. Çox sağ ol müsahibəmizdə iştirak etdiyin üçün. Gələcək karyeranda uğurlar. Çox sağ olun. Sağ ol.
Oxas saytına ilk öncə təşəkkürümüzü bildirmək istəyirik ki, bu mövzunu işıqlandırdı. Əkbər haqqında onu deyə bilərik ki, dünənlərim gecə saatlarında bizim xanım əməkdaşımıza müdiriyyətə yaxınlaşıb və baxmaq istədiyini futbola deyib. Səhər məktəbə gedəcəyi üçün Elnura xanım bildirib ki, yəni yat daha yaxşı olar ki, tezdən oyana biləsən, amma sonradan nəsə fikrini dəyişib deyib yaxşı baxa bilərsən. Oyuna baxıb bizdə də əməkdaşlar həmin görüntünü təqdim edir. Təəssüf ki, biz burada olmadığımıza görə onunla birlikdə baxa bilmədik, amma özü oturub baxıb burada futbola və çox böyük həyəcan hissi ilə baxıb həqiqətən. Siz Əkbərdən müsahibə aldığınız dövrdə də Qarabağ Futbol Klubunun səhv eləmirəmsə rəhbərliyindən zəng elədilər və bildirdilər ki, tezliklə Əkbərlə görüşəcəklər, onu komandalarının yanına dəvət edəcəklər, yəqin ki, formada hədiyyə eləyərlər və yaxud top hədiyyə eləyərlər.